Bir daha xoş gördük hər birinizi. Bu gün ancaq bağlayıcısı və ancaq ədətinin fərqi haqqında danışacağıq. Çox sadə bir üsuldur. Yəni bu adətən səhv olunmamalıdır, amma görürük ki, səhv eləyənlər də olur, soruşanlar olur. Çox sadə bir yolla. Deməli, ancaq bağlayıcı kimi olduqda qarşılaşdırır. Yəni nəsə bir işin deyir, bu cür düşünüldü, amma belə oldu. Ədət kimi olduqda isə məhdudlaşdırır. Bir neçə işdən yəni deyir, təkcə bu olsun. Gəlin baxaq. Deyirsən ki, dedim, ya sonra deyirsən bunu böyük yaz. Ancaq eşitmədi. Qısa bir şey yazdım. Yəni deyir ki, mən dedim, amma bu eşitmədi. Görürsən, ancaq ammanla da əvəz eləyə bilirik. Dedim, amma eşitmədi. Deməli nədir? Bağlayıcı. Bir də deyirsən ki, ancaq sən gəl. Gördün, ancaq sən gəl. Nə ilə əvəz eləyə bilərik? Yalnız, təkcə, yəni yalnız sən gəl, təkcə sən gəl, ancaq sən gəl. Artıq burada deməli nədir? Ədad. Yəni məhdudlaşdırırsa, yalnızla, təkcə ilə əvəz olunursa, bu ədaddır. Qarşılaşdırılırsa, yəni deyir, bu hökm belə oldu, ancaq bu belə. Qarşılaşdırırsa artıq nədir? Bağlayıcıdır.